Salam dəyərli Azərbaycan xalqı. Bugün dekabr ayının 3-ü Mida Agentliyi Binəqədi rayonunda yerləşən binalarda güzəştli mənzillər çıxartmışdı satdılar. Güya ki, sadə vətəndaşlar bu mənzillərdən alıb şəraitini yaxşılaşdırmalı idi. Amma yenə nə oldu, nə gördük biz? Bundan əvvəl də olduğu kimi yenə də sistemə müdaxilələr oldu. Heç kim sistemə girib mənzil seçə bilmir. Mənzil seçiminə girdikdə artıq sistem donur. Və təzədən sistemə daxil olursan, baxırsan, bütün mənzillər satılıb. Və bütün bu proses 5-6 saniyə çəkir. Buradan nə görünür? Görünən odur ki, Mida Agentliyi və rəhbərliyi yenə də bu işin öhdəsindən gələ bilmir. Hələ bununla bağlı bir dəfə araşdırmalar olmuşdu, həbslər olmuşdu. Amma gözü doymayan məmurlar yenə də öz köhnə əməllərinə davam edir. Dövlətin vətəndaşlar üçün, az təminatlı ailələr üçün yaratdığı bu şəraitdən yenə də gözü doymayan, qarnı doymayan, mülklərdən doymayan məmurlar istifadə edir. Əgər Mida Agentliyinin rəhbərliyi, idarə heyəti deyirsə ki, bizim bu işdə heç bir barmağımız yoxdur, qoy araşdırsınlar bu işi. Qoy Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi bu işi araşdırsın. Necə olur ki, həmişə eyni qayda ilə mənzil seçimində sistem donur, sistemə daxil olmaq olmur. Mənzil seçmək alınmır. İndi çıxıb deyəcəklər ki, bəli, mənzillər hamısı satıldı. Kimə satıldı? Yoxlayın bunları. Yoxlamaq lazımdır, bu mənzilləri kimlər alıb? Ehtiyacı olanlar mı alıb? Yoxsa Midanın rəhbərliyinin dostları, tanışları, ailə üzvləri, qohum əqrabaları mı alıb? Necə olur ki, hər dəfə satışda bu mənzillərin 90%-nə ehtiyacı olmayanlar alır? Belə çıxır ki, ya bu evlər rüşvətlə satılır. Əgər belədirsə, çıxın deyin, rüşvətinizi verin, alın. İnsanların da imkanı varsa rüşvətini versin, alsın. Yoxsa hər mənzili öz qohum, əqrabavızın, qardaşınızın, bacınızın, xalavızın, nənəvizin adına yazdırıb xalqı dolamayın. Bu işi bacarmırsa çəkilin, durun qırağa. Dövlət bu pulu sizin varlanmağınız üçün ayırmayıb. Dövlət bu pulu sadə vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq üçün ayırıb. Və siz burada rüşvətlə iş görməklə, mənzilləri özünüz alıb 3 ildən sonra satmaqla xalqa xidmət edəmirsiniz, öz cibinizə xidmət edirsiniz. Bu bilirsiniz nəyə bənzəyir? Kənd təsərrüfatı üçün ayrılmış güzəştli kreditlər var idi vaxtı ikən. Bu güzəştli kreditləri kimlər alırdı? Ancaq məmurlar ala bilirdi. Hərəsi gedirdi, bir kənd təsərrüfatı yaradırdı, oradan gələn milyonlarla pulu Bakıda bina tikilişlərinə ayırırdı və yaxud da şəxsi bizneslərinə ayırırdı və heç bir kənd təsərrüfatı ilə məşğul olmurdular. Sadəcə az faizlə kredit götürüb yenə öz işlərinə davam edirdilər. Sadə vətəndaşlar bundan heç cür yararlanmır. Yəni bu dövlətdə artıq daxildə idarəçilik itib. Hərə bacardığı qədər oğurlamağa, bacardığı yerdən varlanmağa çalışır. Ben buradan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinə, Daxili İşlər Nazirinə səslənirəm. Bu işi araşdırın. Necə olur ki, hər dəfə eyni qayda ilə sistem donur və saniyələr içərisində 300-500 mənzil birdən-birə satılır. Biz gedin yoxlayın, görün bu Midada satılan mənzillərin neçəsində alan insanların özləri qalır. 90% bunun kiraya verilmək üçün alınan mənzillərdir ki, 3 il tamam olsun və satsınlar, pullarının üstünə əlavə pul gətirsinlər. Xalqı dolamaq belə asan olmamalıdır. Yəni daxildən bu bildiyimiz kimi bu indi proses gedir Ramiz Mehdiyev işi ilə bağlı. Nətər Ramiz Mehdiyevin işi dövlətə xəyanətsə, eyni qaydada da Mida rəhbərinin elədiyi bu əməllər dövlətə xəyanətdir. Çünki sadə vətəndaşları qıcıqlandırmaqdan başqa, əsəbləşdirməkdən başqa bir işə yaramır.